Bəli, möcüzəvi psixoloji aparatlar nə iş görür? Sizin bəs rəqəminiz, beyin dalğalarınızın rəqəmləri necədir? Heç beyninizin necə işlədiyini bilirsinizmi? Hansı formadadır? Normadan çoxdur, normadan zəif işləyir. Çünki depressiyalarda, yaddaş zəifliyində, qavramada, həyəcan, təşvişdə bu dalğalarda problem yaranır. Xüsusən də bizim delta dalğamız yuxu dalğamızdır və bu dalğa norması vardır. Bax bu qırmızı rəngdə gördüyünüz delta 47 əslində normadan artıq 10 dəfə artıq olan beyin dalğasıdır. Biz birinci nə edirik? Möcüzəvi neurofeedback aparatı ilə dalğaların 7 beyin dalğamızın amplitudlarını ölçürük. Biz nə edirik bu aparatlarla? 7 beyin dalğamızla bu amplitudları ölçürük. Deltamız çıxdı 47. Yaxşı, bəs biz bu aparatla nə edirik? Deltanı alırıq kompüterin ekranına. Deltanı eləyirik, azaldırıq. Deltanı eləyirik 46. Qaytarırıq şəxsin özünə. Gedir evə, yatır, dincəlir. 2 gündən sonra yenə aparat seansına gəlir. Yenə onun beyin dalğalarını alıram kompüter ekranına. Yəni aparatın nizamlama mexanizmi budur. Mən bu 46-nı azaldıram, eləyirəm 45. Yenə qaytarıram özünə. Gedirəm evə, yenə 2 gündən sonra gəlir, baxıram 40 artıq eləyib 45-dir, yaxşıdır. Bu şəkildə seans aparatı sanki elə düşünür ki, plazmaparez necədir? Qanı təmizləyir və təmiz qanı orqanizmə verir. Bu da beyin dalğasını nizamlayır və yenidən özünə qaytarır. Yəni başına cəryan vermir, qorxulu bir aparat deyil, beyinə ziyanlı deyil. Və get-gedə azaldaraq gəlirik, yaşıllaşdırırıq və bu zaman qırmızıdan deltamız gözəl, ideal normaya enir. Enəndə artıq aparat terapiyası bitir. Bax, aparatın sadəcə mexanizmi bundan ibarətdir. Yaşıllaşdırana qədər aparatı davam etdiririk və hər beyin hər aparata uyğun müxtəlif cür reaksiya verir. Amma nə qədər yaşı azdırsa, bir o qədər daha tez effekt alırıq. Biz bununla yuxunu düzəldirik, biz bununla həyəcan təşvişi düzəldirik, biz bununla depressiyadan çıxardırıq, biz bununla yaddaşı gücləndiririk, qavramanı, öyrənmə çətinliyini, diqqətini, hafizəsini, hiperaktivliyini sakit uşaq edib veririk.